Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Norveçlərin Ayı, Tülkü və Bir Küpə Yağ adlı nağılını danışacağam. Ayı ilə Tülkü yaxşı dost idilər. Tülkünün sözlərinə görə aralarından su keçməzdi. Amma Ayıdan soruşsan, bu hiləgər dostunun fürsət düşən kimi ona badalaq gələcəyini söyləyirdi. Günlərin bir günü Ayı və Tülkü meşədə gəzəndə kəndlərdən birinin arabasından düşən bir küpə yağ tapdılar. Qışda yeyərik deyib küpəni bir böyürtkən kolunun dibində basdırdılar. Həmin gecə Tülkü səhərə yaxın qəflətən yerindən sıçradı. Ayı onun hara getdiyini soruşanda cavab verdi. Narahat olma, indi gəlirəm. Bunu deyib cəld aradan çıxdı. Sözün düzü Ayı Tülkünün nə dediyini eşitsə də, yuxusu dərin olduğundan qalxıb onun hara getdiyinə baxmadı. Tülkü isə mağaradan çıxan kimi düz böyürtkən koluna tərəf götürüldü. Küpəni gizlətdikləri yerdən çıxarıb, biraz yedi və yenə də əvvəlki kimi torpağa bastırdı. Səhər yuxudan qalxanda Ayı Tülküdən ağzının niyə yağlı olduğunu soruşdu. Ah, mən də sənə onu deyəcəkdim. Qohumlarımız yeni doğulmuş balalarının şərəfinə qonaqlığa çağırmışdılar. Çox yedik, əyləndik. Bəs balanın adını nə qoydular? Tülkü biraz düşündükdən sonra dedi. Körpənin adını dadına baxdım qoydular. Ertəsi gün eyni hadisə təkrarlandı. Tülkü səhərə yaxın, birazdan gəlirəm, deyib qaranlıqda gözdən itdi. Qaydanda isə yenə ağzının qırağı yağlı idi. Ayı yenə Tülküdən ağzının niyə yağlı olduğunu soruşanda, Tülkü bu dəfə başqa bir qohumunun balası olduğunu söylədi. Ayı balanın adını soruşanda isə cavab verdi. Bu dəfə balanın adını yarısı qaldı qoydular. Üçüncü dəfə də Ayı həmişəki kimi tezcə yuxuya getdi. Hiləgər Tülkü də elə bu fürsəti gözləyirdi. Cəld böyürtkən kolunun yanına gedib küpəni çıxardı. Yaxşıca qarnını doyurdu. Bu dəfə küpə tam boşalmışdı. Ayı Tülküdən hara getdiyini soruşanda eyni yalanı dedi və əlavə etdi. Ay dostum, bu gecə doğrudan Tülkü balası çox gözəl idi. Adını da artıq bitdi qoydular. Bir neçə gün sonra Ayının da ürəyinə yağın dadına baxmaq düşmüşdü. Kolların yanına getdi. Amma bir dənə görsə yaxşıdır. Küpədə yağdan əsarət əlamət qalmamışdı. Dərhal geri dönüb Tülkünün üstünə qışqırdı. Bunu səndən başqası etməz, dedi. Yağın yerini bir sən bilirdin, bir də mən. Tülkü yenə hiylə işlətdi. Məni niyə günahlandırırsan? Bəlkə də elə sən yemisən? Ayı hirsləndi. Necə yeyə bilərdim axı? Bütün günü bir yerdəyik. Axşam da yatıram. Bəlkə sən gecələr yuxuda gəzirsən? Gəl ən yaxşısı belə edək. Bu gecə də yataq. Baxaq görək səhər kimin ağzı yağlı olacaq. Gecə ikən Tülkü küpənin dibində qalan bir damcı yağı Ayının ağzının qırağına sürtdü. Səhər axmaq Ayı üzünə baxanda həqiqətən də yağı özü yediyinə inandı. Dostuna qarşı haqsızlıq etdiyini düşündüyü üçün də o gündən bəri yeməklərin ən dadlı tikəsini Tülküyə təklif elədi. Amma siz bundan dərs götürün. Ağılsızlıq edib Tülkü kimi hiləgər və fırıldaqçı birinin tələsinə düşməyin. Hər şeyi yaxşı-yaxşı düşünməyi öyrənin. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.